Başladı. Eşitebilirsiniz. Salam, bəli. Ben siz var. Eşitebilirsiniz beni. Bəli. Tamam. Tural Bey sizin sesiniz bağlı gösterir. Açsaydınız bir iki falan olacaktı size. E, İsmini Hanım. Tural Bey'in sistemdeki adı bilmiş nedir? Burada bir tane istifadəçi Xeyr, var idi. Tığ Fərzəliyev. Bilmirəm o ya yox. bilmirəm ki. Yəni, Tural Bey həsəsi qoşdur. Tural Bey salam. Sizin serverdəki adınız nədir? Bir də onu deyərdiniz də mənə. Salam, salam Tərlan bəy, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Sizin sistemdəki adınız, serverdəki adınız nədir? Vallahi Fərzəliyev mənəm də, hələ yəqin T Fərzəliyev olacaq. Fərzəliyev sizsiniz. Aha. Bəli. Bu soyadını bilmirdim ona görə. E, Bizim server komitərini atmışam mən bazanı. Orada user bizdə var. Tural adında. Şifrəsini hələ ki 1-200 qoymuşam, amma girib dəyişdirərsiniz yəqin ki. Server şifrəni qoya bilərsiniz. Adminini də vermişəm sizə. Ekipmada sizdə olacaq, siz idarə edəsiniz. Bu günlərdə anbar hissəsinin təlimini keçək. Anbardan sonra istehsalın ucuz sənədləri yazılmağa başlayacaq. Qaymələr falan yazılacaq, malların adları falan. Mən baza sizə vermişəm zaten. Bazanı sıfırlayacağım təlimdən sonra. Siz bir iki dənə qaymə işləyərsiniz, sualınız olduqca da mənə deyərsiniz, mən köməklik göstərəcəm sizə. Onsuz zaten sizin işləyəcəyiniz birinci xam malların adları olacaq. Xam malların adlarını açasınız, olaraq xam mal təyin edəsiniz. Xərclərini falan varsa əgər istehsal qaymələri yazarsınız, amma real qaymələr yazarsınız. Faktiki olaraq istehsala verdiyiniz məhsulların qaymələrini. Biraz mallar üstündə işləmək lazımdır, malları istimə tanıtmaq lazımdır. Ondan sonra rahatsınız. Deməli, biz keçən dərsdə istehsal bölməsinin Tural yox idi. Ondan qabaqki dərsə, ona görə də bir dəfə də keçdik istehsalın üstündən. Onların iki təlimin içində videosu var. Mən də göndərəcəm sizə. Həm sualınız yaransa oradan da baxıb dəstək ala bilərsiniz videodan. Bu günləri sizə mal material bölməsi dərsi keçirəcək. Maliyyə ilə mühasibatlıq zaten Tural bəyin özündədir. O da sən bilir. Ona görə o xanımları keçirməyəcək. Xanımlar ancaq Tural bəyin özünə mal material bölməsi keçirəcək. Mal material bölməsi ümumiyyətlə sistemin əsasını təşkil edir. İstehsaldan da öncə gələn bir mərhələdir. Çünki istehsala verdiyimiz zaman nəticə olaraq bizim bir anbarımız olmalıdır, bizim bir şöbəmiz olmalıdır. Həmçinin məhsulların adları olsun, ölçüləri olsun. Bu kimi şeyləri təyin etmək üçün qabaqcadan mal material bölməsi olmalıdır sistemdə. İstehsalın özündən də birbaşa nələrsə eləyə bilərsiniz, amma tam təchizat sizə təmin edəməyəcək. Ona görə mal material bölməsi sistemdə mütləqdir. Yəni anbar üçün tərəfidir bu. Mal material bölməsinin içində həmçinin sifariş satın alma hissəsi də var. Siz hər hansı bir məhsul alan zaman və yaxud da hər hansı bir məhsul satan zaman sizə öncədən sifariş gəlibsə və sizin anbarınızda mal yoxdursa, sifariş satın alma bölməsi də yerləşdirmişik. Bundan əlavə endirim modulu var. Hansı ki mallara toplu endirim edə bilirik. Tural bəyin istəyinə əsasən bizdə malların qiymətini toplu qaldırmaq deyə bir şey də yaratmışıq. Sadəcə o hələ ki sizdə yoxdur. Bizə test olunub bitəndən sonra tətbiq edəcəyik sistem bazaya. Amma hal-hazırda işlə gedir üstündə.
Yəni material bölməsi gördüyünüz hissədən ibarətdir. Yenə də bizim sistemdə və digər sistemlərdə olduğu kimi mal material bölməsinin özü üç hissəyə bölünür. Sənədlər, hesabatlar və məlumatlar. Məlumatlar yenə bildiyimiz məlumatlardır, məhsulların adlarıdır, tiplərin adlarıdır, anbarın adıdır. Əgər təchizatçı varsa, yəni malı aldığımız şəxs varsa, onun adıdır və xidmət satışı ilə məşğul olursa, onun adını aça bilərsiniz sistemdə. Sadəcə bu hissə ad açmağa yarayır. Yəni demək tanıdırsınız ki, bizdə bu anbar var, bizdə bu məhsullar var. Amma anbarın qalığını formalaşdırmaq üçün alışım eləməlisiniz və satış edə bilmək üçün anbarda qalığınız mütləq olmalıdır. Təbii ki, sistem alış-satışdan ibarət deyil. Sistemdə bundan əlavə transfer sənədi, qalıq düzəliş sənədi, satışdan geri, alışdan geri sənədləri, xidmət satışı və xidmət alışı var. Və buna uyğun da sistemin hesabatları var. Hansı ki, siz orada malların son qalıqlarını, maye dəyərlərini ki, bu istehsalda sizə lazımdır. Ki, birinci istehsala verdiyi məhsuldan 5 manat maye dəyəri çıxıb, ikincisidən 10 manat çıxıb, amma mən birinci satmışam misal olaraq 4 manata. Niyə görə? O prosesi izləmək üçün sizin bu hesabatlar hesabatlar olması mütləqdir. Təbii ki, bu hesabatlardan əlavə siz bunu istehsalın özündə də izləyə bilərsiniz, amma istehsal hesabatı tam olaraq sizə FIFO hesabatı kimi e, bütün detalları vermir. Yəni orada istehsal hesabatında sizə göstərilən məlumatlar odur ki, filan məhsul istehsala girdi, filan məhsullar istifadə olundu və filan may dəyərindən çıxdı. Amma məhsul hesabatında siz o məhsulu nə vaxt satışa versəz, hər hansı bir müştəriyə, artıq məhsul hesabatını izləyə bilərsiniz ki, bu məhsulu neçə almışdım və neçə satdım. Həmçinin burada satış hesabatı var. Bu pivot tipli bir hesabatdır. Excel-də işləyənlər yəqin ki, bilir pivotun nə olduğunu. Yəni orada bir neçə sütun var. Tarix olsun, saat olsun, malın adları, anbarın adı, şöbə adı. Siz istədiyiniz sütuna görə pivot olaraq yığa bilərsiniz hesabatı. Misal olaraq mən istəyirəm sırf şöbəyə görə və yaxud da eyni vaxtda həm şöbəyə, həm malın adına görə kimi bir hesabat formalaşdıra bilərsiniz. Yəni biz başlayaq məhsullar bölməsindən. Məhsullar bölməsi zaten sizə tanışdır. Niyə görə? Çünki mən iki tərimdə bildirmişdim ki, məhsullarla istehsaldakı xam mallar birəbir eynidir. Yəni burada yaratdığımız xam mal və ya məhsulu gedib məhsullarda görə bilərsiniz ki, hamısı burada var. Sadəcə bəzi sütunlar var ki, xam mallarda var, məhsullarda yoxdur. Və bəzi sütunlar var ki, xam mallarda fərqli cürdür, məhsullarda fərqli cürdür. Amma nəticə olaraq ikisinin də məntiqi demək olar eynidir. Yəni siz bir məhsulu və ya bir xam malı sistemə tanıtmaq məcburiyyətindəsiniz ki, bir dövriyə formalaşdıra biləsiniz. Yenə məhsullar bölməsinə gələk. Məhsullar bölməsində xam mallarda olduğu kimi yeniyə vururuq. Məhsulun adını yazırıq. Tipi varsa tipini, növü varsa növü. Yenə burada seçirik ki, hansı növdədir, ticaridir, xam mal, yarım fabrikatdır və ya hazır məhsuldur. Bundan əlavə qeydimiz varsa onu yazırıq, şəkil varsa onu yüklüyürük. Tamam. Ölçü varsa ölçüsünü təyin edirik ki, ədəddir, kiloqramdır, litrdir, ola bilər fərqli bir ölçü vahidində olsun və ona uyğun satış qiyməti təyin edə bilərik. Satış qiyməti birdən çox təyin edə bilərik sistemdə. Yəni o da nə üçündür? Tutalım ki, burada tarix var. Tarix tutalım ki, göstərir noyabrın 1-i. Mərkəzi şöbədə bu malın qiyməti 5 manat idi. Sonra kimsə gəlib noyabrın 5-də yeni aşağıda yenisini yaradıb. Yenə mərkəzi şöbədə malın qiyməti olub 15 manat. Bu o deməkdir ki, siz buradan girib izləyəndə baxarsınız ki, bu mal bu günə kimi necə qiymət formalaşır. İnflyasiya birinci təsir edib və yaxud da nə baş verib ki, bu malın qiyməti artmağa doğru gedib və yaxud da azalmağa doğru gedib. Ki, siz qaymələrdə satış olunan zaman hər hansı bir əksilik olarsa may dəyərində və yaxud da mənfəətdə siz buradan baxıb izləsəz, sizə aydın olacaq ki, bu malın qiyməti dəyişdiyi üçün bizim bu aylıq gəlirimiz azdır və yaxud da çoxdur. Bu məhsullar bölməsidir. Yenə dediyim kimi, burada hər hansı ekstra bir şey yoxdur. Xam mallarda necə məhsul yaradırsınızsa, burada da eynisini yaradırsınız. Zaten burada gördüyünüz Elastion, Trade Maxima, Adara, telefon olsun, hamısı xam mallarda da var. Yəni, burada bir şey yaradan zaman avtomatik məhsullara düşür. Çünki bu ikisi arxada əsas bazada eyni yerə bağlıdır. Bəlkə eyni yerdən götürürlər məhsulları. Məhsullar bölməsindən əlavə bizdə
ambarlar var. Mən test olaraq burada mərkəzi və xam mal ambarı açmışam. Ambar 2 də var. Yenə də burada ambar adı açılan zaman yeniyə vururuq. Ambarın adını təyin etdik. Misal olaraq deyirəm e, Bakı ambarı. Burada növ var, hazır məhsul və xam mal olmaq üzrə. Bu başa düşdüyünüz kimi istehsal üçündür. Yəni, əgər xam mal anbarıdırsa Bakı anbarı, mən bura xam mal təyin edirəm. Səbəb nədir? İstehsalda xam mal anbarı seçən zaman sırf bu anbarı görə bilirik. Həmçinin bu anbarın şöbəsi var. Nəticə olaraq siz də bir dənə şöbəyə bağlısınız. Aqrosferaya şirkət olaraq yeni bir şey alıb işləyirsiniz. Ona görə də bu anbarlarımız bir şöbəyə tabidir. Mərkəz şöbəsi seçilir və yaddaşa vururuq. Yaddaşa vurulan zaman avtomatik yaddaşa gedir və yuxarı hissəyə düşür ki, Bakı anbarı yaradıldı. Yəni, üzr istəyirəm, mən baxım, mən bunu rekord edirəm ya yox. Hə, rekord edirəm. E, Bu anbarlar bölməsidir. Həmçinin burada tiplər var. Göstərəcəm bölmələrin demək olar hamısında birə-bir eynidir. Tiplərdir, növlərdir, həmçinin rənglər olsun. Yəni, fərqi yoxdur. Hamısına girəndə yeniyə vururuq, adını təyin edirik. Əgər bu tip ƏDV-dən azaddırsa, ƏDV-dən azad quşunu yandırırıq. Aksiz vergisidirsə və ya aksizsizdirsə, aksizi yandırırıq və bonus tətbiq olunsun mu, olunmasın mı deyə bizdə bonus onsuz yoxdur. Yenə də bonus olan sistemlərdə bonus quşunu açırıq ki, yəni bu məhsullara bonus təyin olunsun və ya olunmasın. Bu nə üçündür? Tutalım ki, sizin elə bir de məhsulunuz ola bilər ki, həmin məhsullara ƏDV təyin olunmaz. Siz artıq qaymə formalaşdıran zaman, yeni qaymə yazan zaman, общий qaymə ədəbilə olsa belə, sistem özü başa düşür ki, bu məhsulun pi filan tip olduğu üçün o məhsula ədəbi tətbiq olunmur. Avtomatik sistem özü hesablayanda ədəbəsini və yaxud da ticari əlavəni orada bu məhsulu oradan çıxardır, siyahıdan silir, yəni onu ədəbi hesablamır. Bu da sizin işinizi rahatlaşdırır ki, siz birdə durub, yəni bir-bir əllə durub ədəbi hesablamırsınız. Qabaqcadan təyin olunmuş tiplərdə ədəbi azad olduqda, yəni çörək var. Burada görürsünüz, ədəbidən azaddır. Bunun tətbiq olunur. Çörək olan məhsullarda avtomatik ədəbi hesablanmayacaq. Bu bizim tiplərdir. Həmçinin növlər var. Növlər ümumiyyətlə sadədir. Yəni adını təyin edirik. Burada tipini seçirik. Xidmət tipi və məhsula aiddir bu. Yəni hansı növdür? Rənglər var. Bunlar sizdə istifadə olunmayacaq rənglərlə ölçülər. Qiymət dərəcələri olmayacaq. Bu ölçülərdə tətbiqdir paket. Əgər burada hər hansı bir ölçü yoxdursa, siz istifadə edirlər bizdən. Qalın ki, burada ədəd var, qutu var, paket var, litir var, kiloqram, metr, kvadrat, qram. Tutalım ki, sizdə elə bir şey var ki, burada yoxdur, hektar ola bilər, sot ola bilər, nə bilim, düzdür, onun satışı olmur, torpaq satışı ola bilər. Onu təyin edə bilərsiniz burada yeni növ olaraq. Məsələn, adını yazırsınız, növünü seçirsiniz, hansı növ olduğunu, sayılanma, çəkiləmi, uzunluğudur, kvadratdır. Ondan sonra yenisini yaradandan sonra avtomatik siz onlardan istifadə edə bilirsiniz. Təchizatlar bölməsi əsas bizə lazım olan bölmələr birinci məhsullardır, ikinci təchizatlardır. Çünki sizin istifadə edəcəyiniz demək olar həmən ikisidir. Yəni məhsullar, bu tiplər, rənglər dediyimiz hissələrin hamısına buradan giriş edə bilərsiniz. Yəni baxın, yeni məhsul yaradan zaman tamam ki, tip hələ mövcud deyil sistemdə. Mən tip yaratmaq istəyirəm. Burada 3 nöqtənin üstünə vursam tip olan yerdə. Avtomatik tiplər bölməsi zaten açılır. Mən burada yeniyə vurub yeni tip yarada bilərəm, sonra o tipi seçib təyin edə bilərəm məhsulu. Yəni ona görə birbaşa tiplə girməyə ehtiyacınız yoxdur. Buradan da giriş edə bilərsiniz. Həmçinin növlərə buradan giriş edə bilərsiniz. Girdiniz, yenisini vurdunuz, yaratdınız, seçdiniz. Yəni bu qədər sadə bir prosesdir. Təchizatçılar bölməsi var. Təchizatçılar bölməsi, təchizatçılar kimdir ümumiyyətlə? Malı aldığımız şəxslərdir. Yəni bizə xam malı verən və yaxud da bizə mal verən şəxslər kimlərdir? Biz kimlərdən alış edirik? Yeni təchizatçı yaratmaq, yenə yeniyə vururuq. Təchizatçının adını yazırıq bura. Misal olaraq mən nə yazırım? Misal olaraq Dərbənd yazırım. Bilmirəm, orada məhsul alırsınız ya yox. Misal üçün deyirəm, Dərbənddən hansı valyuta ilə işləyirsiniz? Ola bilər ki, sizin valyutanız AZN-dir, amma sırf bir dənə təchizatçıya dollardan alış-veriş edirsiniz. O nə deməkdir? Yəni sizin
xarici müştərimiz ola bilər ki, manat qəbul edəmir, siz onu evro və ya dollar qarşılığında verirsiniz. Ona görə də qabaqcadan burada seçsəz ki, Dərbənd bazarla bizim ticarətimiz dollarla davam edir. Avtomatik sistem qaymaya yazılan zaman siz Dərbənd bazarı seçsəz, avtomatik dollar təyin eləyir. Dolların bu günə kursu nədirsə onu götürür sistem özü və avtomatik qaymaya yazılan zaman tam ki 1000 dollarlıq qaymaya yazsanız, avtomatik onu vurur kursa, sizin üçün hesabat formalaşdırır. Həmçinin burada həmən şəxsin ev telefonu, mobil telefonu və şöbəsi var. Ünvanı burada qeyd edə bilərsiniz. Tam ki, filan ərazidə, filan yerdə yerləşir. Qeyd olaraq da, əgər xüsusi bir qeydiniz varsa, unutmaq istəmirsinizsə, digər əməkdaşların görməyini istəyirsinizsə sürekli, onu burada təyin edəsiniz ki, qeyddə filan şey yazın, yaza bilərsiniz. Yəni, icazəniz var. Bu təchizatlar bölməsidir. Zaten genel olaraq sistem hamısı eyni hissədən ibarət, aşağı hissəsi. Yeniyə vururuq, düzəlişə vururuq, kopyalaya bilirik. Yeniyə vuranda avtomatik bizdən tələb edir ki, adını yaz, valitasını təyin elə. Yaddaşa vurandan sonra yazdığımız yeni qaimədir və ya ad nədirsə yuxarı hissəyə düşür. Mən yuxarıda da məsəl üçün ancaq Lenovo-nu görmək istəyirəm. Burada Lenovo yazıb avtodaşı verə bilərəm. Və yaxud da sırf mərkəzi şöbəni görmək istəyirəm, seçə bilərəm buradan. Və yaxud da borcu istəyirəm ki, görün buradan. Is greater than bu Excel'də də görürsünüz bunu. Misal olaraq 3000-dən dəqiqə görürsünüz mənə sanırım 3000 yox, 4500-dən böyük olanları görmək istəyirəm. Gördüyünüz kimi onu zaten çıxardım. Filtrləri də silmək istəyirsinizsə burada X var. X-ə vursanız bütün filtrlər silinir. Əvvəlki versiyasına qayıdır. Adətən bizdə müştərilərdə belə olur. Hər hansısa bir misal olaraq deyilən məhsul yaradıblar, görsəm bir məhsul. Onun səbəbi nəsə filtr vermiş olurlar həmən vaxtı. Filtr qüvvədə olur diyor. O yaratdıqları məhsulda filtrə düşmür. Ona görə məhsul görsəm. Ona görə siz də sabahlar bir sürü sistemə başlayanda artıq hər hansı bir qaymə görsənməsə, hər hansı bir yaratdığınız məhsulu görsənməsə, bilin ki, filtr açıqdır, filtri bağlayın ki, həmən məhsulu görün ki, versin sistem. Evet, bu təchizatlar bölməsi idi. Gələk indi bizim sənədlər bölməsinə əsas olan bölmələr. Sənədlərin başlanğıcı, əsas başlanğıcı isə mal alışından başlayır. Estağfurullah, mal alışı sifarişdən başlayır, birinci sonra mal alışına keçərik. Mal alışı sifariş. Mal alışı sifariş nədir? Biz burada yeni qaymə təyin edəsək, yeniyə vursaq, avtomatik sistem şöbəni və ambarı doldurur bizim default şöbəmizə. Dəyişdirə bilərsiniz təbii ki, burada adını axtarışa verib dəyişdirə bilərsiniz və yaxud da axtarışa vermədən buradan birbaşa seçə bilərsiniz nömrəsini bilirsinizsə. Əgər onu da bilmirsinizsə, 3 nöqtəyə vurub ambarların siyahısını görüb oradan seçim edə bilərsiniz. Olaraq Bakı ambarı və yaxud yaratdığınız ambar. Həmçinin təchizatçının axtarışı verilir Lenovo. ƏDV-si varsa ƏDV-sini seçirik. 3 nöqtəyə vursaq, burada ƏDV 18% var. ƏDV-dən azad, ƏDV 0, sadələşmiş vergilər var 8,2% olaraq. ƏDV-ni seçirik 18%. Əgər hər hansı bir güzəşt olacaqsa, güzəşti seçirik, 10,5 seçirik. Və gəlirik ikinci bir hissə məhsulların bölməsinə. Yəni, biz hansı məhsulu sifariş vermədik, mal alışı sifariş nədir, onu deyim birinci. Tutalım ki, biz hər hansı bir məhsul almalıyıq. O məhsul demiş ki, təchizatçımıza ki, filan məhsulu almalıyıq, amma adamlarda o məhsul yoxdur. Misal olaraq traktor almalıyıq adamlardan. Adamlar deyirlər ki, bizdə yoxdur, bir həftə olacaq. İstəyirsinizsə sifariş eləyək. Yəni, sifarişi bizə görə edirlər. Bizdən bizim qayməmiz əsasında edirlər. Biz buraya yeni bir sifariş təyin edirik qabaqcadan ki, belə bir sifariş olub bir həftə öncədən. Adamlara biz sifariş vermişik. Misal olaraq nəyə sifariş vermişik? Burada hər başda məhsul var, parça var, nümunə mal var. Notebook var elə, bunun ölçü vaydı yoxdur. Köynəyində ölçü vaydı yox. Nələri seçək? Ədəd 1. Məsəl üçün notebook Lenovo-nu mən sifariş vermək istəyirəm, 1 ədəd. Adamlarda ambarlarında yoxdur. Mənə deyiblər ki, bir həftəyə məhsul gələcək. Mən də yadımdan çıxmasın deyə sifariş verdiyim. Niyə yadımdan çıxmasın? Çünki bir həftə sonra adamlara mən pul ayırmalıyam. Ödəniş edeyim. Həm də mən qəbul etməliyəm. Onun üçün əvvəlcən sifariş yazıram sistemə. ƏDV-sini avtomatik sistem seçmiş hediyə təyin eləyir. Və bu sistemi yaddaşa veririk.
Bu sifariş yazmamızın önemli tərəfi odur ki, biz unutmuruq ki, bu adamdan bir sifariş vermişdik. Misal olaraq müdür gəlib soruşur ki, doktor nə oldu? Biz deyirik ki, sifariş vermişik. Narahat olmayın, bir həftəyə gəlib çıxacaq. Bu sifarişin önəmli məqsədi odur. Sifariş satılmamaq önəmi ümumiyyətlə odur. Bu sifariş verilən zaman ambara hər hansı bir məhsul mədaxil olunmur. Çünki biz hələ ki sifariş vermişik, yəni malı qəbul eləməmişik ambara. Sadəcə sifariş zəng edib demişik ki, bu məhsulu bir həftə sonra gətirmişsin. Ambara malı qəbul etmək üçün bu sifariş alışa keçməlidir. Yəni mal alışıla. Burada aşağıda sağ tərəfdə gördüyümüz bir bölmə var. Products Import yazılıb. Bunu tərcümə edərik. Products Import bölməsinə keçdirərsək, bunun üstünə vursaq, gördüyünüz kimi avtomatik mal alışı sənədi açılır yuxarı hissədə və bizim heç bir şey əlavə əməl etməyimizə ehtiyac yoxdur artıq. Çünki sistem özü hansı təchizat olduğunu, hansı ambar olduğunu, hansı sifariş əsasında bunu bir bazlaşdırım. Hansı sifariş əsasında baxın, bir nömrəli sifariş əsasında hansı tarixdə olduğunu, həmçinin hansı malın sifariş verildiğini avtomatik çıxardır. Artıq biz bunun alış qayməsini yaddaşa versək, yəni buradan yaddaşa versək, bu seçsək, burada qiymətini az deyir. Yaddaşa verəndən sonra avtomatik bu Lenovo, hansı ki ambarda sıfır ədəd idi, ambarımıza oturmuş olur. Gedib mallar son qalığa baxaq. Baxın, notebook Lenovo ThinkPad. Bir ədəd qalığı var, qiymət 800 manatdan. Hansı sağ tərəfdə baxırıq onun dövriyyəsinə, hansı qaymədən mal mədaxili olub, hansı tarixdə 15-11-də, yəni bugün tarixində. Bakı ambarında gördüyünüz kimi burada. Bu nədir? Bu bizim bayaq yazdığımız ikinci qaymədir. Birinci qaymə sifariş idi. Ondan sonra biz getdik həmən sifarişi alışa çevirdik. Məncə burada başa düşmədiyiniz bir məqam var, yoxsa başa düşmədiyiniz bir şey varsa yenidən keçə bilərik. Sualınız varsa buyurun səsləndirin. Tərlan bəy, e, indi bu həmin bu proqramla qızlar da işləyə biləcəkdi. Məsələn, bu gündən ya sabahdan deyimmi? Bəli, bəli, deyə biləcəklər. Mən Hə. sizin üçün bayaq o dedim, elə səsinizi açsaydınız bir şey soruşacaqdım. Mən xanımlar üçün 100 açacağam. Sadəcə siz mənə bir dənə zəhmət olmasa xanımların adlarını yazarsınız. Hı Bir də -hı. özlərindən soruşub şifrələrini mənə deyərsiniz ki, nə şifrə təyin edeyim ora. E, Aha. Bir də ki, hansı imtiyaza sahib olmalıdırlar. Yəni tutalım ki, qayməni yazmağa bir günlük icazələri olsun, dəyişdirməyə icazələri olmasın və ya silməyə icazələri olmasın kimisindən. Bunları mənə deyərsiniz ki, mən onları təyin edeyim qabaqcadan. Sonra hər hansı bir qaymədə səhvlik olarsa, qaymə silinərsə, bir şey olmasın da ki, niyə imtiyazı var bu adamın deyilməsin. Ona görə qabaqcadan mənə deyərsiniz ki, misal olaraq, misal biləm, kim var bizdə? Esmə xanım maliyyə bölməsini görməsin, mühasibatları görməsin, mal materialda satış sənədlərinə silməyə icazəsi olmasın, amma düzəltməyə ya da yenisini yazmağa icazəsi olsun. Misal üçün deyirəm. Yəni bu formada mənə deyərsiniz, mən də ona uyğun üzrləri yaradaram. Sizin üçün niyə üzr yaratdım? Sizdə çünki zaten adminsiz deyə sistemdə rahatlıqla üzr yaratdım ki, zaten onsuz da limitimiz yoxdur da istədiyiniz gibi bilərsiniz. Silməyə düzəltmək olsun. Və xanımlarda bir limit olacaq üçün onu deməlisiniz ki, mən onun üçün yenisini yaradım. Okey. Problem yox. Burada başa Hə? düşmədiyiniz bir şey var, sifariş satın almada, mal alış sifarişində, mal altında. Belə yəni bir sual yoxdur. İndi yəni xanımlar da daha işlədikcə özləri indi mən bir iki dənə tapşırıq falan verirəm. Mən özüm də girib baxıram. Ondan sonra Hı. yəni ki, onlarda başa düşmədiyi, bilmədiyi bir şey olarsa sizdən burada Tamam, soruşalım. tamam. Aha. Davam edək təyinimizə. Qalım ki, bizim alış qayməmiz formalaşdı. Yeni bir alış qayməsi yazdıq. Yəni, bunu açıb bağlayaq. Yeni bir alış qayməsi yazdıq. E, Bizim yazdığımız Lenovo, Lenovo, üzr istəyirəm. Aldım, Lenovo, bu simfətləri. Tamam ki, biz müəyyən bir qaymə yazdıq. Amma yazdığımız qayməni bizə lazım deyil artıq. Və yaxud da yanlış malı göndəriblər bizə. Belə deyim.
Yanlış mal göndərdiklərində nə olur? Və yaxud da mal gəlib, amma mal işə yaramır. Yəni bir effektivliyi yoxdur. O halda biz həmən qayməni yəni geri qaytara bilərik təchizatçıya. Malın geri qaytarılması, geri verilməsi nədir? Malın mədaxilində mal anbarımıza gəldi, oturdu. Mal qalıqlarını göstərir ki, bir ədəd bu maldan var. Malda əgər problem varsa və ya biz malı geri qaytarmaq istəyiriksə, bu mal anbarımızdan silinir artıq. Yəni biz ondan sonra istifadə edə bilməyəcəyik. Malın geri qaytarılmasını yenə yeniyə vururuq. Hansı təchizatçıdan malı almışdıqsa, o adamı seçirik və yaxud da alış qayməsini birbaşa qaytarırıqsa geri, isə olaraq burada mən almışam. E, Lenovo var, ThinkPad nümunə mal var, nümunə mal var. Isə olaraq nümunə malı mən qaytarmaq istəyirəm geriyə. Nümunə mal yox, əstəğfurullah. 5 nömrəli qayməni qaytarmaq istəyirəm. Yəni birbaşa qayməni qaytarım. İçində nə qədər məhsul var, hamısını. Avtomatik sistem təchizatçısının hər şeyini özü doldurur. Sizin yenə bir müdaxilə etməyinizə ehtiyac yoxdur. Biz olaraq burada belə bir şey ola bilər ki, adətən olur. Sizə gələn mal eyni qiymətdən geri qayıtmır. Yəni oradakı yük daşınma xərci falan sizdən tələb oluna bilər və yaxud da hadisə sizdən qaynaqlana bilər, kimisindən şeylər ola bilər. Onun üçün qiymət arta bilər və yaxud da qiymət artmırsa, əksidirsə əgər güzəşt də oluna bilər. Yəni onlar tərəfdən yox, siz tərəfdən yox, onlar tərəfdən problem varsa, bu əks ola bilər. Nə deyir? Hə, birazdan qurtara baxdı. Tamam. Bunun üçün biz geri qaytarmada qayməni seçirik və yaxud da qaymə üstünə getmiriksə birbaşa malları seçə bilərik burada. Seçmiş malları geri qaytarmaq istəyirəm. Yaddaşa vurandan sonra mal qalıq səhv daxil etdik deyir. Çünki bu mal bizim anbarımızda ümumiyyətlə yoxdur. Lenovo seçək. Lenovo. Lenovo. Səhv eləmirəmsə bu idi. Demək ki, mal bunlarda yox. Hə, Bakı anbarı. Bakı anbarı seçməliyik. Tam ki, bayaqları yazdığımız məhsulu biz geri qaytardıq. Mən üzr istəyirəm, mən özümə imtiyaz verim, mənim imtiyazım yox imiş. Stofdik. Ambar yaratdığımız üçün yenə ambar. Oraya imtiyazım olmadığı üçün ona yazılan qaymələri mən görmürəm. Ona görə də yazdığımız şeylər görsənmir. Hesaba vururuq, aha. Bu da geri verilmə. İndi yazdığımız qaynaq budur. Bakı anbarında bayaqları alış eləmişdik biz yadımızdadırsa. Lenovo ThinkPad-i bir ədəd almışdıq və gəldim mən həmən məhsulu geri qaytardım. Yenə də gedib hesabatımıza biz baxsaq mallar son qalığı. Baxın, hal-hazırda bir ədəd göstərir. Çünki mən bunu yeniləməmişəm. İndi bunu yeniləsəm, avtomatik həmən məhsul hesabatdan silindi. Niyə görə? İndi qalıq 0. Burada bizdə var. Onu yandırsaq. Burada görərik ki, Lenovo ThinkPad-in 2 dənə dövriyyəsi olub. Mal mədaxil olunub. Üstündən biraz keçib mal geri qaytarıblar. Yəni ambarımızda mal qalıq hal-hazırda 0-dır. Yəni yoxdur. Bu da bizim malın geri verilməsidir. Malın mədaxili ümumiyyətlə sistemdə demək olar 1, 2, 3, 4 cür olur. Biri mal alışıdır, normal malın alışıdır. Alan zaman mal avtomatik mədaxil olunur sistemə. Digəri satışdan geridir. Yəni biz məhsul satmışıq, anbarımızdan çıxır, müştəri gəlib məhsul geri qaytarıb, təzədən vitrinə qoyuruq biz o məhsulu, düzdür? Biri budur, biri transferdir, hansı ki bir anbardan digər anbara məhsul transfer oluna bilir. Digər biri sayımdır. Biz əgər tutalım ki, anbarımızda məhsul var, amma sistem göstərmirsə, ilin sonunda və ya ilin əvvəlində sayım eləmək məcburiyyətinə qalırıq. Ona görə də gedib anbarı sayan zaman faktiki miqdarı qaldırıb və ya azalda bilərik. Bunu prosta dedim, yadınızda qalsın. Cinə vaxtsa mal mədaxili artıq gələrsə və ya nəsə olarsa, bilin ki, bu 4 qaymədən birindən formalaşıb, ya artıq yazılıb, ya eksik yazılıb. Bu mal alışı bölməsi idi. Mal alışından solda silinmə, transfer, sayım hissəsi var. Birinci silinməyə girək. Silinmə nədir? Silinmə bizim xərcimizi formalaşdırır ilk öncə. Yəni xərcimiz dediyimiz normal məhsul geri qaytaran zaman biz heç bir ziyan getmirik. Niyə getmirik? Çünki bizim problemimiz deyil, bu təchizatçının problemidir. O məşğul olmalıdır. Məhsulun qiyməti ondan çıxılır, bizdən çıxılmır.
Amma silinmə bizim öz problemimizdir. Yəni tutalım ki, ağaclar qurudu, necə problem baş verdi, bizim bir sotda olan ağacımız yana getdi. Və yaxud da əməkdaşımız əli ilə hər hansı bir toxum aparan zaman toxum düşdü suyun içinə, hədər oldu, çıxdı getdi və yaxud da nəsə oldu, yandı, kül oldu, çıxdı getdi. Yəni bu bizim faktiki xərcimizi formalaşdırır və bizim əməkdaşlardan formalaşır. Bizim problemimiz kimi. Ona görə də silinmə bizim üçün xərc formalaşdırır. Yəni siz ayın axırına gedib və yaxud da ilin axırında mənfəət zərər hesabatı alırsanız, mənfəət zərərdə o xərcinizi hesablasanız ki, bu il biz nə qədər xərc çəkmişik, orada silinməyə gedən məhsulların da qiymətləri həmən mənfəət zərərdə görsənəcək ki, filan qədər məhsulun sənin ziyandasan, artıq qədər görə boş-boşuna məhsul silinib alındı. Silinmə edən zaman biz birinci gəlir xərc növü seçməliyik. Yəni biz hansı xərcə əsasən silinmə edirik? Burada indi bizim default xərclərimiz var, amma istəyirsinizsə yenisini yarada bilərsiniz və ya faktiki olanlardan birini seçə bilərsiniz. Misal olaraq yararsız haldadır. Yararsız haldadır odur ki, şüşə güzgü idi, işçimiz apardı, əlindən düşdü, qırıldı güzgü. Ondan sonra biz yəni anbarımızı seçək, Bakı anbarını, mərkəz anbarını seçək. Və gərək bizim geri qaytarma sənədini silək ki, biz burada silinmə sənədini işləyə bilək. Bunlarımızda olsunlar. Lenovo ThinkPad neydi adı? Notebook Lenovo. Ölçü aidini seçək. Son tarix miqdarı 1 ədəd. Qiyməti hal-hazırda 0 göstərir. Bunun 0 göstərməsinin səbəbi biz yaxşı verməliyik. Yəni verəndən sonra avtomatik bulunma dəyəri hesablanacaq əgər varsa. Buna seçirik. Bakı anbarı, 1 ədəd məhsulu Lenovo ThinkPad notebookdur. Bayaqları alışını eləmişik. İşçimiz anbarı gətirən zaman və yaxud da anbarı sinə yükləyən zaman əlindən düşdü, qırılıb ekran nəsə olub, yəni yararsız halda dolaşdı. Biz bunu yaddaşa veririk. Yaddaşa verən zaman avtomatik bunun maya dəyəri hesablanır. Sistem maya dəyərini hesablayır. Ki, alış neçə manatdan olmuşdu? 800 manatdan və bizim xərcimizi formalaşdırır. Bunu da mənfəət zərər hesabatına geçsək, düzdür, mənfəət zərər hesabatı tezdə hələ bunu deməyimiz, amma yenə də üstündən keçməliyik. Baxın, cəmi xərclər noyabr ayında 800 manat olub. Yəni, bu nə xərcləri açıq buradan. Baxın, yararsız haldadır 800 AZN. Yəni, bu nədir? Bunun üstündən vurub keçirək sağ hissəyə. Burada göstərir ki, siz mal silinməsi eləmişsiniz və 800 manat orada bir ziyan olub. Yəni, ona görə silinmənin əsas mahiyyəti, birinci mahiyyəti odur ki, malı anbarımızdan silir, yəni miqdarını azaldır. İkinci mahiyyəti odur ki, bizim üçün bir xərc formalaşdırır. Yəni, bu hər hansı bir xərc ola bilər. İşçinin üstünə yazıla bilər, əmək qismən tutula bilər, digər kimi şeylər ola bilər, amma çox şirkət bunu birinci xərc kimi işləyir, sonra işçinin əmək qismən tutur. Bu bizim silinmə sənədi idi. Bir də transfer sənədi var bundan sonra. Transfer bir anbardan, yəni silinmə sənədindən silə, bir mal üstünə getmək istəyirəm ki, tam olaraq aydın olsun sistem. Transfer sənədi nədir? Bizim tutalım iki dənə anbarımız var. Biri Bakıdır, biri Xaçmazdır. Bakıda Xaçmazda istehsal olunur məhsul, amma Xaçmaz satıla bilmir. Çünki Xaçmazda bizim müştərimiz yoxdur. Sonra almadır, istehsal olundu. İstehsal olunandan sonra biz bunu göndəririk Bakıdakı anbarımıza. Ki, burada gəlib satışını icra edə bilək. Dolayısıyla sistemdə transfer sənədi var ki, oradakı miqdarı avtomatik transfer edir bizim digər bir anbarımıza. Biz gəlsək burada yeni qayma yaratsaq, şu anbarı seçirik Bakı anbarı, çünki bayaqları Lenovo Bakı üçün almışdıq. Giriş anbarı seçirik mərkəz anbarı. Yəni məhsulu haradan hara göndərirəm. Onun məntiqi budur. Ondan sonra seçirik burada notebook Lenovo'nu. Ədəd olaraq miqdarı 1. Qiymət yenə də 0-dır, bayaq silinmə sənədində olduğu kimi. Çünki qiymət yaddaşa verilən zaman avtomatik sistem tərəfindən hesablanacaq. Yaddaşa veririk, yaddaşa verəndən sonra sistem bayağı kimi bu məhsulu Bakı anbarında göstərirdi, mallar son qalıqda. Amma indi baxsaq, bu məhsul mərkəz anbarında göstərəcək. Niyə? Çünki biz bu məhsulu bir anbardan digər anbara transfer eləmişik artıq. Və maya dəyərində 800 manatdan gedib çıxıb ora.
May dəyəri nə üçün 800 manat olması burada? Niyə biz bunu əllə yaza bilmirik, istemirik təyin edir? Çünki Mərkəzən Bank görməlidir ki, bu məhsul mənə neçə gəlib? Neçə gəldi dedim, yəni o vaxt orada neçə istehsal olunub? 800 manatdan. Bir də bunun daşınma xərci varsa, daşınma xərci gəlir bunun üstündə. Ondan sonra artıq Bakı anbarı, Mərkəzi anbar qərar verir ki, bu məhsulu mən sata bilərəm. Bütün xərclər üstünə gələndən sonra 800 manat idi, amma mənə gəlib 900 manat, mən bu sata bilərəm 1000 manat. Əgər 10%, 13% marjinal işləyirsə. Bu da bizim transfer sənədidir. Yəni çox bir şey yoxdur. Yeni qaynar vururuq, giriş-çıxış anbarları seçirik. E, Hansı məhsulu transfer etmək istəyirsə, o məhsulu seçirik ki, mütləq çıxış anbarında o məhsulun qalığı olmalıdır, yazdığımız miqdar qədər. Ondan sonra müqaviləşmə və icra eti yandırırıq, yatmışı veririk, sistem avtomatik məhsulu transfer eləməyə başlayır. Mallar son qalıqda biz gəlib Lenovo-ya baxsaq, Lenovo-ya baxın, sağ hissədə göstərir malın mədaxili olunub, transfer olunub, hansı ambara transfer olunub, mərkəzi ambara. Gördüyünüz kimi. Bu da bizim transfer sənədi oldu. Transfer sənədindən sonra zaten bir dənə sayım sənədi qalır. Sayım sənədi dediyim kimi zaten bu ildə bir dəfə istifadə olunur adətən. Yəni ildə iki dəfə sayım olmaz mı istifadə olunur. Tabii ki, bir müəyyən bir dövr bitdi. Müəyyən dövrdən sonra siz qərar alırsınız ki, bir anlardakı məhsulları sayaq, sistemlə özləşdirək, görək sistemə düzdürmü, düz deyilmi? İnşallah mən rekordum tanıyır. Ressam bağlayır deyir. İstəyirsinizsə mən bir dənə bunu